Salam dəyərli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Mən dəfələrlə Azərbaycanda olan şəhidlərin orqanlarını çıxardıb İlham Əliyev tərəfindən satıldığını dəfələrlə canlı yayımlarımda demişəm, amma buna mənə heç kim inanmırdı. Baxın, indi bir video qoyacağım. Bu videoya baxın. Uşaq həmin gecə öldürülüb. Həmin gecə. Söhbətdən sonra uşaq öldürülüb. Birinci gün uşağı aparıblar xəstəxanaya. O günü o uşağın yaralarını tikiblər, neyiniblər. Tikiş idi. Bax buradan bu kürəyinəcən tikiş var idi, 1-30-40 dənə. Bax buradan. İçin şalatını da götürmüşlər uşağın. Yox idi, yarmışlar, götürmüşlər. Akasa bu gizləyirlər. Bizi qoymurlardı da meyid açmağa ki. Molla da getirmişdilər üstündəki. Açmayın meyidi, incitməyin, yumuşuq, təmizdir, olmaz. Biz dedik necə yəni, biz meyidimizi 4 ay uşaq gedib, nənə də həsrətdir, biz meyidimizi görməliyik. Bəlkə sən kubik qoymusan bunun içinə, aparırsan qobulu bastırırsan orada. Biz hökm elədik, onların 2 saldatı ilə meyidi açdırdıq. Meyidi açdırandan sonra şoka düşdük. Saldatlar özləri də şoka düşdü ki, bilmirdilər ki, biz onu açacaq. Onlar elə gətirmişdilər ki, ya bunun heç kimi yoxdur, varisi yoxdur, kimsəsizdir. Elə bunu belə batıracaq qanı gedəcək. Səsim də tutulub, Qışqırıqdan ucadan ölürəm. Mən bir yetimim var idi. Varım sizə, mənim bu balamın qanını qoymayın yerə. Nə olur, atasız, atasızdır o, benim balamdır. Onu mənə köməyin ol, qatilini tapın. Videoya baxdınız, görürsünüz, ana öz dili ilə deyir ki, mənim övladım 4 aylıq əskər idi. Onun aparıb orqanlarını çıxartdılar. Baxırsınız, görürsünüz, kör gözünüzlə baxın da əqidəsiz olmayanlar. Görürsünüz Azərbaycan əskərlərinin necə İlham Əliyev orqanlarını çıxardır, satır. Baxın, tabutla gəlir, bastırılır və yaxud da kloka bükülmüş vəziyyətdə bastırılır. Övladlarınızı açın, baxın, övladlarınız boğaz nahiyəsindən göbək nahiyəsinə qədər yarılmış vəziyyətdə, iç salatı çıxardılmış vəziyyətdə olur. Və adını da qoyurlar ki, qəzada öldü. Qəzada ölmür. Diktator İlham Əliyev sizin balalarınızı özü öldürür ki, orqanlarını çıxardıb satsın. Bax, belə bir uğraşdı bu. Baxın videoya, gördünüz ki, görürsünüz. Mən dəfələrlə hər bir şeyi daskanali %100 deyirəm. Siz niyə inanmırsınız? Bu qədər qoyun kimi sal başa bəziləri, qoyun kimi aşağı hərəkət edirsiniz. Açı orqanları satır. Bu uğraş köpəyoğlu, bu anası qəhbə İlham orqan satır. Orqan alverində məşğuldur. Balalarınızın orqanını satır. Kim ağzınızı sizin bilət? Haqqı tələb eləyəməyənlər. Balalarınızın orqanlarını satırlar. Çıxın balalarınızın haqqını tələb eləyin. Yobala vurod bilət. Bəsdirin də. Nə qədər insan nəyinə sübut eləyir sizə ki, balalarınızın orqanı satırlar? 11.000 manata satılmayın. 11.000 manata satılmayın, balalarınızın haqqını tələb eləyin. Balalarınızı diri halda vermişsiniz, diri halda da balalarınızı alın, qaytarın, din qaytar mənim özümə. Aparıb balalarınızı öldürür. Müharibədir, qocasin İlham Əliyevin oğlu getsin müharibədə iştirak eləsin. Nazirlərin, deputatların oğulları getsin, icra hakimiyyətinin oğlu getsin, məmurların oğulları getsin iştirak eləsin. Vətən adı kasıblardan ibarət deyil. Abi biraz vicdana gəlin də kişi. Yatmış firqalarda ayrı vaxtı qeyrətdən, namusdan danışırsınız. Sıx haqqıları tələb eləmirsiniz. Polis məni belə eləyəcək, polis məni belə eləyəcək. Sıx haqqımı tələb elədə, yomana vurot bilən.